1998-ci il avqust ayının 7-si Gəncə şəhəri. Gəncəlilərin xaraba yer dediyi ağac emalı zavodunun yaxınlığındakı torpaq yolda hər kəsin diqqətini çəkən bir maşın dayanıb. Bu maşın dayanmadan əvvəl ondan uzun bir əyləc səsi çıxmışdı. Yaxınlıqda işləyən qadınların eşitdiyi yalnız bu səs idi. Bunun ardınca da uzaqda duran maşından 2 nəfər düşüb getmişdilər. Qadınlar da yekdil belə düşünmüşdülər ki, yəqin maşın xarab oldu, bu 2 nəfər də getdi usta çağırmağa. Lakin saatlar keçir, nə usta gəlir, nə də maşından düşənlər geri qayıdır. Maşın xarici markadır. Şəhərdə onsuz da az-az rast gəlinən belə maşınların saatlarla yol kənarında kimsəsiz qalması şübhə doğurur. Pəncərədən içəri boylananlar dəhşətli bir mənzərə ilə qarşılaşırlar. Sükan arxasında bir kişi var, hərəkətsiz, başı yana düşmüş vəziyyətdə. Bu, Gəncə sakini İlqar Ələsgərov idi. Gəncədə nüfuz sahibi olan Kənd Təsərrüfatı Akademiyasının dosenti Xankişi Ələsgərovun oğlu. Bu arada onu da deyək ki, bu hadisədən 3 il sonra başqa bir cinayətkar dəstə Xankişi müəllimi və onun digər oğlu ruhi xəstə olan Yaşar Ələsgərovu da evində bıçaqlayaraq öldürür. Biz isə hazırda sizə bu hadisədən 3 il əvvəl yolun kənarında öz maşınında bir güllə ilə öldürülən İlqar Ələsgərovun qətlindən danışırıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Güllə onun düz başının arxasından vurulmuşdu. Yaxın məsafədən, peşəkarca və amansızcasına. Həmin vaxt prokurorluğun müstəntiqi vəzifəsində çalışan Munis Abuzərli hadisə yerinə gəlir. İlqarın nə düşməni var, nə də qaranlıq əlaqələri. Maşının içində heç bir boğuşma izi yoxdur. Yəni, şüşələr qırılmayıb, burada qətiyyən dava əlbəyaxa baş verməyib. Qatil sanki göydən düşüb, onu vurub və yoxa çıxıb. Amma bir detal ekspertlərin gözündən qaçmır. İlqarın varlı adam olduğu bəlli idi, amma onun nə boynundakı qızıl zənciri, nə də ki, barmağındakı brilyant üzüyü yerində idi. Bu sadə bir qayrət idimi, yoxsa qatilin diqqət yayındırmaq üçün oyunu, yəni qatil düşünərdi ki, bəlkə də bu hadisəni ayrı yönə yozmaq üçün belə eləmək lazımdır. İstintaq ilk günlərdən dalana dirənir, əldə heç bir ipucu yoxdur. Ta ki, müstəntiq İlqarın keçmişini, cəmi bir neçə ay əvvəl ailəsinin başına gələn bir sirli hadisəni araşdırmağa başlayana qədər. Qətildən bir neçə ay əvvəl İlqar Ələsgərovun ailəsi bir müddətli Bakıya gedir. Onların Gəncədəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzili tamamilə boş qalır. Daha doğrusu boş qalmır, adamsız qalır. Amma qəribə bir şey var, ev sahibləri getməzdən əvvəl kiməsə bu barədə məlumat veriblərmi? Yox. Bəs oğrular mənzilin boş olduğunu hardan bilirdilər? Bax, burada dedektiv filmlərinə layiq bir detal ortaya çıxır. Sən demə, cinayətkarlar evə girməzdən günlər öncə qapının kilidinə kənardan baxanda çox da diqqət çəkməyən balaca bir saqqız yapışdırıblar. Hər gün gəlib baxırlar, əgər saqqız yerindədirsə, deməli qapı açılmayıb, evdə kimsə yoxdur. Və o saqqız günlərlə yerindən tərpənmədikcə belə bir hadisə baş verir. Plan qurulur, ev 5-ci mərtəbədədir, qapını sındırmaq risklidir. Onlar daha qorxulu bir yol seçirlər. Gecə yarısı binanın damına çıxırlar. Əvvəlcədən ipdən hazırladıqları piləkənlə bədəncə cəld, çevik olanı binanın damından 5-ci mərtəbənin pəncərəsinə doğru enməyə başlayır. Evin nəfəsliyi balaca bir dəmir parçası ilə açılır, həmin şəxs içəri girir. Qaranlıqda içəridə onları böyük bir sürpriz gözləyir. Giriş qapısının arxasında bir dəstə açar asılıb, üstündə də bir-bir yazılıb. Yaxın qaraj, uzaq qaraj, zirzəmi, seyf. Oğrular üçün sanki cənnətin qapısının açarı əldə olunur. Onlar evdə günlərlə qalırlar, tələsmədən rahatca qiymətli qabları, musiqi mərkəzinə qədər, video kameraya qədər hər şeyi yığırlar. Hətta o dərəcədə arxayın olurlar ki, sonda
qonaq otağında bu planlarını yuyurlar. İlqarın konyakından içib özlərinə qonaqlıq verirlər. Və ən əsası pianonun içindən 40 ədəd qızıl onluq, qızıl beşliklər və bir ədəd gizli Makarov tapancası tapılır. 40 ədəd patronu ilə birgə. Məhz o tapanca bir neçə ay sonra sahibi İlqarın ölüm fərmanına çevriləcəkdir. Oğullar evdən bahalı bagema qabları daşıyarkən onların həm diqqət çəkməməsi, həm də sınmaması üçün İlqarın paltarlardan istifadə edirlər. Qabları, bahalı əşyaları onun köynəklərinə, pencəklərinə bükərək aşağı düşürürlər. İndi isə gələk ən maraqlı məqama. Oğurluq baş tutub, əşyalar daşınıb, qızıllar bölüşdürülür. Polis isə hələ ki oğrunun izini tapa bilməyib. Heç bir ipucu yoxdur, ümid yoxdur. Amma İlqar Ələsgərov bu məsələ təbii ki yer edib bu haqsızlıqla barışmaq istəmir. O özü şəhərdə, bazarda, mağazalarda evindən oğurlanan əşyaların izini axtarır. Oğurlardan biri qabları bükdükləri paltarları açıb yandırarkən bir köynəkdən vaz keçə bilmir. Köynək o qədər gözəl və bahalı olur ki, oğru nəfsinə güc gələ bilmir. Onu müvəqqəti geyinmək qərarına gəlir. Bu müvəqqətlik problem yaratmadıqca həmin oğru İlqarın köynəyini artıq geyinib çölə də çıxır. Və bir gün evindən böyük məbləğdə oğurluq edilən İlqar hər yerdə öz əşyalarını axtara-axtara bazarlarda gəzərkən Gəncə bazarında şoka düşür. Qarşısından keçən bir gəncin əynindəki köynəyini görür. Olduqca bahalı olan bu köynək İtaliyadan gətirilib və bəlkə də Azərbaycanda ondan bir dənədir. Necə ola bilər ki, həmin köynək Gəncədə bir oğlanın əynində olsun? Bəli, o həmin köynəkdir. Öz mənzilindən oğurlanan, parçasını və naxışını çox yaxşı tanıdığı o ağ köynək. İlqar dərhal gəncin qarşısını kəsir. Bu köynək sənə hardandır? Oğru, yəni artıq adını ilk dəfə açıqladığımız Azər Paşayev anında soyuqqanlığını qorumağa çalışır. İlişdiyini anlayır, bir dostum satırdı, ondan almışam deyir. İlqar təkid edir, gedək o dostunun yanına, mən bu köynəyi səndən nə qiymətə də olsa alıram, tək məni onunla görüşdür. Azər canını qurtarmaq üçün sabaha görüş təyin edir. İlqar isə həmin köynəyi oğlandan yarıxoş, yarızor ödəniş edərək sübut kimi alır. Oğru Azərə isə elə bazardan başqa bir sadə köynək alıb verir. Bu zaman Azər dərhal ortağına zəng vurur. Onun ortağı bir müddət sonra İlqarın evindən çıxan barmaq sahiblərinin sahibi Gəncə şəhər postpatrul xidmətinin həmin zamanki əməkdaşı Ceyhun Quliyev idi. Azər Ceyhuna deyir, ilişdik, İlqar köynəyi tanıdı. Polisə deyəcək, barmaq izlərimizi götürəcəklər və hər şey açılacaq. Ceyhunun cavabı isə çox qəti olur. Narahat olma, sabah elə öz silahı ilə. 3 nöqtə. Bəlkə də İlqarın ən böyük səhvi də öz tapdığı ipucunu özünün davam etdirməsi olur. Ertəsi gün İlqar Ələsgərov öz maşını ilə həmin köynəyi də götürüb görüş yerinə gəlir. Azər onun yanında ön oturacaqda oturur. Ceyhun isə güya köynəyi satan adamı tapmaq üçün arxa oturacağa əyləşir və yola düşürlər. İlqara deyirlər ki, o adam beton zavodu tərəfdədir, maşını ora sürməlidir. İlqar başına gələcəklərdən xəbərsiz heç bunu gözləməzdi də diqqətlə maşını idarə edir. Yol kimsəsizləşir, maşın asta sürətlə beton zavodunun yanından keçəndə arxadan soyuq bir lülə İlqarın peysərinə dirənir. Bir saniyəlik səs və hər şey bitir. Öz evindən uğurlanmış Makarov tapancası bu dəfə sahibinin həyatına son qoyur. Amma qatillərin qanlı oyunu bununla bitmir. Atəş açarkən İlqarın qanı sıçrayır və Azərin əynindəki köynək bulaşır. Azər İlqarın maşınında sübut kimi gətirdiyi həmin köynəyi, məşhur, sevimli köynəyi yenidən əyninə geyinərək hadisə yerindən uzaqlaşır. Öz köynəyi isə xəndəyə atır. Öldürdüyü adamın köynəyini geyinib onun maşınında öz meyidini qoyaraq qaçır. Onlar elə bilirdilər ki, hər şeyi gizləmişdilər, amma bilmədikləri bir məqam qalırdı. Daktiloskopiya, yəni əl barmaq izləri. Müstəntiq digər bir oğurluq işində şübhəli bilinən polis nəfəri Ceyhunun əl izlərini arxivlə müqayisə edəndə İlqar Ələsgərovun evində
konyak şüşəsinin və pianonun üstündə qalan izlərlə tam üstə düşdüyünü görür. Beləliklə Ceyhun Quliyev həbs olunur. Fakt qarşısında tab gətirə bilməyib, hər şeyi etiraf edir. Onun ardınca təbii ki, Azəri də həbs edirlər və beləcə sadəcə bir geyim detalının bazarda gözə çarpan o ağ köynəyin və qapıya yapışdırılan bir parça saqqızın arxasından Gəncəni lərzə gətirən mütəşəkkil bir cinayətin tükürpədici senarisi aydın olur. Qeyd edək ki, bu mütəşəkkil cinayətkar dəstə Gəncədə bir sıra cinayətlər, ölümlər və dəhşətli oğurluq, soyğunçuluq hadisələri həyata keçiriblər. Verilişimizdə isə biz yalnız Ələsgərovun ölümü və evinin yarılması barədə məlumat verdik. Dedektiv janr haqqında danışılanda belə bir söz deyilir. Mükəmməl cinayət yoxdur, sadəcə vaxtından əvvəl sevinən qatillər var. İlqarı öz silahı ilə arxadan vuran və onun ağ köynəyini geyinib bazarda yaxalanan Azər Paşayevlə Ceyhun Quliyev cəmiyyətdən həmişəlik təcrid olunaraq ömürlük həbs cəzasına məhkum olunurlar. Onlara satqınlıq edən, xəbərçilik edən, cinayətdə iştirak edən digər şəxslər də, köməkçiləri də uzun müddətli həbs cəzalarından məhkum olunur. Salamat qalın.